Bir alim danışırdı, mənə dedilər ki, qızımız 3 dəfə intihara cəhd edib. Bir dəfə də evdən qaçıb indi güclə gətirmişik, xahiş edirik, gətirək sənin yanıma danış onunla. Bir qız uşağı idi, gətirdilər yanıma, danışdım, deyir elə mən deyirəm, bu 5 artığın deyir ki, hə, belə olmalı, cümləni mən başlayıram, bu axıra çatdırır. Gördüm, maşallah, bu məndən yaxşı bilir hər şeydir, buna deyiləsi bir şey yoxdur. Elə deyirəm, məsələn, filan şey filan olmalıdır, məndən yaxşı nəsiyyət eləyir. Şöyle, hə, bu filan şey üçün danışır. Gördüm ki, bir əlac yoxdur. Mənim yəni deməyə sözüm olmadı bu uşağa. Hər şeyi bilir bu. Anasına zəng elədim ki, ay xanım, bir gəlin bura, mən bir şey tapmadım bu uşaqda. Dilində anasından soruşuram, deyirəm ki, filan şey belə eləmişsiniz, dilməklə sözü başlayıram, arvad başlayır danışmağa. Danışır, hey danışır. Filan şey deyirəm, görürəm, başlayır danışmağa. Biraz keçdi, gördüm, bu arvadın səsi mənim başıma düşür. Məni bezdirdi. Dedim ki, sən uşaqla da belə danışırsan, dedi, bəli, mən müəlliməyəm. O, hər şey ağzını açan ki, mən ona izah edirəm. Dedim ki, tapdım mən, bildim sənin qızının dərdi nədir. Dedim, nədir? Dedi, qızım bezib sənin əlinə, sənin səsinlə. Sənin səsin qızının başına düşür. Və